Denizlə necə tanış oldunuz? Məktəbdə. Bildiyim məktəbdə. Mənim 18 yaşım var idi, Denizin 17. İkimiz də təhsil məktəbində idik. Mən onu ilk görəndə dedim, bu odur. Даже o ilk addımı mən atdım. Neynədin? O addım nə addım idi? Bir rəfiqam var idi, Türk qız. Dedim ki, Özlem, ne yapırsan yap, onu benimle tanış et. Yani ilk elə tanış olduq. Özdə mənim ailəm birinci qarşıydı Denizə. Mən qaçmışam. Buradan qaçmağa heç kimə demirəm, amma hə. Birinci ailəm razı deyildi. Onda Almaniyada yaşıyordun. Bəli, 10 yaşından mən oradayım. Sen 10 yaşından ailəndən orada yaşıyordun. 8 il sonra Denizdən təhsil məktəbində tanış olduq. Çox elə bilir ki, mən ailə qurub getmişəm, amma elə deyil. Mənim bütün mamam, papam, qardaşım, hamımız oradaydıq artıq. Yəni 2000-ci ildən biz oradayıq. Sonra nə oldu? Bax, mama atan anana qarşıydı Denizə. Sonra neynədin? Necə oldu qaçmısan? Necə oldu? Sonra Deniz gəldi. Səhər radələri idi. Gəldi evin qabağından məni götürdü. Apardı qaynanamgilə. Qaynanam dedi ki, atan Deniz'i öyrənibsə 100% bizim evi də öyrənəcək. Sonra beni bir korunma yerine söylediler ki, baka ailəni yola getirənəcəm. Yəni, papa sonra pişimlə 2 gün sonra razı geldi. Dedi, oğlan gelsin otursun danışaq. Geldi Deniz'de. Geldi. Sonra hərimiz oldu. Papa dedi ki, yox, belə yox da. Əgər doğrudan ana qızı sevirsənsə, yiyə dur. Nişanımız oldu. 7'si 3. ay. 27'si də 3. ay Mart'ta. 20 gün sonra toyumuz oldu. Papa gili razılıq verdi. Ne güzel. Onda yani ikimiz de təhsil oxuyorduk. Yani hiçbir iş sahibi değildik, hiçbir şeydə. Yani. Sonra bəs işləyirdin mi? Almaniyada işləmişsən? Yox, mən onda işləmirdim. Yəni, amma sonra işləmişsən? Bəli, təhsil aldıqdan sonra medisinada işləmişəm. Qocalar, bizdə deyirlər Altenpflegerin, onu indi bilməm, yəqin ki Almaniyada olanlar bilər. Nursery, ona yaşlılar evi, qocalar evi. Bəli, Avoda təhsili bitirdikdən sonra o üzrə işləmişəm.